Salam əziz izləyicilər, mən Günay Həsənova. Bugün sizə kursumuzda 10 yanvar tarixində keçirilmiş sınavın Azərbaycan dili suallarını izah edəcəyəm. Demək, birinci sualda bizdən vurğunu soruşur. Akademiya sözündə vurğu neçənci hecanın üzərinə düşür? Demək, burada düşəcək İyadan əvvələ, eynin üzərinə. Dedik ki, İya vurğu qəbul etmir. Üçüncü hecadadır. Düzgün cavabımız deyil. 2. Hansı cümlədə həmcins mübtədalardan sonra ümumiləşdirici söz işlənmişdir? Məhəbbət, sədaqət, həqiqət, kamal, ən ali anlayışlar. Burada ümumiləşdirici söz yox. B-yə baxaq. Ümumiləşdirici söz var. Hamı, qoca, cavan, hətta uşaqlar da həvəslə işləyirdilər. Kim qoca, kim cavan? Uşaqlar da həvəslə işləyirdilər. Və bizə deyir ki, həmciz mübtədələrdən sonra ümumiləşdirici söz işlənsin. Burada ümumiləşdirici söz həmcinslərdən əvvəl gəlib, ona görə götürmədik. Dağlar, meşələr, dərələr həmcins mübtədalardır. Hər tərəfdə ümumiləşdirici sözdür və düzgün cavabımız C variantıdır. D-də də ümumiləşdirici söz var, həqiq. Amma ki, mübtədə deyil. Həmcins mübtədə istəyir. Oynaşan ləpələr, güllü çiçəkli ağaclar hər səhər onun ruhuna oxşayır. Burada da yox. 3. Yazılışı düzgün verilmiş sözü müəyyən edin. Qunbara mı ilə verilməlidir. Rombul düzdür. Yelbol sözündən, tənbəl n ilə, günbəz n, ara bir isə bitişik yazılmalı. Ara bir, eksiz. Verilən tapşırığın yerinə yetirilməsi görülmüş işin nəticəsi haqqında şəxsə, kollektivə, təşkilata, ictimaiyyətə yazılı və şifahi şəkildə verilən rəsmi məlumat həmçinin ictimai xarakter daşıyır. Bu əməli yazı nümunəsi hesaba. 5. Cümlələrin birində əvəzlikdən sonra vergül qoyulmalıdır. Bu məlumat bizə gec çatmışdı. Hansı məlumat? O və bu əvəzlikləri hansı sualına cavab verirsə vergül olmaz. B variantına baxaq. O da kiçik qardaşının dərslərinə kömək edirdi. Odan buradan sonra köməkçi nitq hissələri gələrsə vergüldən istifadə etmirik. Ona görə B də olmaz. Bu, babamgilin yaşadığı binadır. Düzgün cavabımız C-dir. D-də o ki, bizim dediklərimizi anlamır. Ondan sonra köməkçi nitq hissəsi gəlib yenə vergül olmaz. Bu pəhləvanın qabağına kim çıxacaq? Hansı pəhləvan? O və bu əvəzlikləri yedirəm. Hansı sualına cavab verirsə vergül olmaz. O və bu əvəzliklərindən sonra əvəzlik və feil gəlirsə vergül olmaz. Bir də köməkçi nitq hissələri gələrsə vergül olmaz. Modal söz istisnadır. Modal söz gələrsə vergüldən istifadə edirik. O bir gün çox cəsarətlə danışırdı. Hansı cümlədə la qoşmadır? Cəsarətlə zərfdir. Cümlələri bu məna ilə bağlayın. B-də ilə qoşmadır. Nəvə ilə nənə. İləni və ilə əvəzləyə biliriksə, demək, ilə həm qoşmadır, həm bağlayıcı. İləni və ilə əvəzləyəndə olur bağlayıcı. Demək, C-dəki bağlayıcıdır. Sən bugün işlə, sabah gəlmə. Lalə fiil düzəldir. La şəkilçisi, la üstü 2. Elə maraqla izləyirdi ki, maraqla burada zərf düzəldir. Lalə. Güclü külək əsdi, saralmış yarpaqlar yerə töküldülər. Ədəbi dilin hansı norması pozulmuşdur? Demək, güclü külək əsdi. Burada heç bir norma pozulmayıb. Saralmış yarpaqlar yerə töküldülər. Yarpaqlar, dedik ki, mübtədə cəmdirsə, insandırsa xəbər cəmdə olmalıdır. Mübtədə insan deyilsə, xəbər olmalıdır təkdə. Və yarpaqlar cəmdədir, xəbər verilməlidir təkdə. Töküldülər yox, töküldü olmalıdır. Və uzlaşma pozulduğuna görə qrammatik norma pozulur. Təsdiqlənməyən feillərin uyğunluğunu müəyyən edək. Yalnız feili sifət, yalnız feili bağlama və feili sifətlə feili bağlama. Pəncərələrdə titrəyən işıqlar çoxalır. Bacalardan çıxan üstü axşam toranlığına qarışıb yox olurdu. Deməyin, baxaq. Biri olacaq ki, feili sifət titrəyən. Sonra 2. O evlərinə yaxınlaşanda andəndə var. Feili bağlama 2-yə olacaq. A. Birə C. Titrəyən feili sifətdir. Titrəyən feili sifətdir. Demək, bir də feili bağlama var, qarışarım.
Demək, hər ikisi var. 2, 3. Demək, 3'e olacaq. Dəqiqə, yalnız feili sifət olan. 1'e qoyacaq yalnız feili sifət. Təməllər sanki bəhsə girmişdi. Aha. Gül çiçək açmış feili sifətdir. 1'e olacaq C. Feili sifətlə feili bağlama olan 2'ye. 2 isə olacaq A. Çünki titrəyən feili sifətli, qarışıq feili bağlamadır. Baxaq 3'ə. Yalnız feili bağlama olan 3'də isə evlərinə yaxınlaşanda andəndə feili bağlamadır. Demək, titrəyən və qarışıq titrəyən feili sifətli, qarışıq feili bağlamadır. Hər ikisi olan 2 olacaq, hər ikisi A. Feili sifət olan C'dədir. Yaxınlaşanda isə feili bağlamadır. Düzgün cavabımız A'dır. Əlavə hansı cümlə özünə aiddir? Evimiz orada, şəhərin mərkəzində idi. Evimiz orada idi. Birinci tərəfdə, ikinci tərəfdə idi varsa, əgər birinci tərəfə də biz onu gətirə biliriksə, burada ixtisar olunur. Bu olacaq xəbərin əlavəsi, xəbər aiddir, zərfli deyil. Çünki burada idi gördüyü, idi xəbərin əlavəsini göstərir. Əgər bu idini bura gətirə bilirəmsə, xəbərin əlavəsidir. Yox, buradakı idini bura artıra bilmirəmsə, artıq zərfli olardı. Evimiz orada idi, şəhərin mərkəzində idi. Bu xəbərin əlavəsidir. Hansı cərgədəki isimlərin hamısına sait ilə başlayan hər cür şəkilçi artırdıqda ikinci hecədəki sait düşür. Dedik ki, insanın bədən üzvlərinə aid olan sözlərə ağıl, beyin, alın, burun, ağız, boyun, çiyin, boyun, bucaq mənasında, qarın, ovuc, bir də bura daxildir oğul və qayın sözləri. Bunlara saitlə başlayan hal şəkilçisi qoşanda son hecədəki sait düşmür. Məsələn, deyirəm ki, oğula. Oğula. Düşmədi. Bir də deyirəm ki, oğlum. Mənsubiyyət gətirəndə düşdü. Və bizə deyir ki, hər cür şəkilçi artırdıqda ikinci hecədəki sait düşür. Bunlardan başqa yerdə nə qalırsa, onlara saitlə başlayan hal da gətirsək, mənsubiyyət şəkilçisi də gətirsək, son hecədəki sait düşəcək. Burada isə düzgün cavabımız olacaq A variantı. Çünki burada oğul və boyun sözlərinə görə çıxdı. Həmçinin qoyun, oğul və burada alın sözünə görə çıxardıq. Burada isə ağıl sözünə görə çıxardıq. Variant düzgün cavabımız A. Uyğunluğu müəyyən edək. Ümumi şəxsli cümlə, müəyyən şəxsli, şəxssiz cümlə. Nurayın ad günü idi. Burada mübtədə yoxdur, bərpa da edə bilmirəm. Və Nurayın ad günü olacaq xəbər. Dünən nə zaman zərfliyi var. Mübtədə yoxdur. Bu olacaqdır, demək, şəxssiz cümlə. B. Sonra ümumi şəxsli cümləyə baxaq. Atalar sözləri, məsəllər və hamıya aid olan cümlələrdir ki, ümumi şəxsli cümlələrdir. 3'ə B qoyanda bir neçə variantda var. Gərək digərlərinə baxaq. Ümumi şəxsli cümlə 1. Ümumi şəxsli cümləni axtaraq. C-dədir. Ancaq ziyarətə gələn düşməndən heyif almazlar. Hamıya aiddir. 2. Müəyyən şəxsli cümlə. Aşıqlar üstünə dastan dedilər. Mübtədəsi var. Və suda batan saman çöpündən yapışır. Atalar sözləri ümumi şəxsli cümlədir. Amma atalar sözlərinin mübtədəsi varsa müəyyən götürürük. Və suda batan kim? Mübtədəsi var deyə bunu da müəyyən götürəcəyik. 2'yə D ilə Y olacaq. 1'ə C olacaq. 3'ə isə B olacaqdır. Düzgün cavabımız E variantıdır. Düzəltmə sifət işlənmiş cümləni müəyyənləşdirin. Tarixilik bu əsərin əsas xüsusiyyətidir. Burada isim düzəldib. Gözəllik 10'dur, 9'u dolmur. Gözəllik isimdir. Qonaqlar dünənkilərdən danışdılar. Demək, düzgün cavabımız C-dir. Düzəltmə sifət dünəndən dünənki, kök sifət düzəldir. Xeyirxah sifətli lıq artırıblar, isim yaranır. Hamıdan doğru danışmaq tələb olunur. Doğru sifətli və bizdən də düzəltmək istəyirdi deyə o sadədir. Ona görə eyni də götürməyəcəyik. 13. Nümunədəki isimlər haqqında verilmiş fikirlərdən səhv olanları müəyyən edin. Sularından dönə-dönə içəsən. Su.
Yollarından səhər axşam keçəsən, seyr edəsən onu, gündüz gecəsən, göz doysa, ürək göz doysa da doymaz ürək Bakıdan. Və baxaq. Bizdən səhv fikirləri istəyir. Konkret isimlər işlənməmişdir. Konkret isimlərdir bunlar. Səhvdir. İsimlərin hamısı quruluşuna görə sadədir. Baxaq. Su, yol, düz deyir. Sadədir. İkiləri silək. İsimlərdən ikisi yazılışından fərqli tələffüz olunur. Üçə. Demək, sularından fərqlidir, yollarından fərqlidir, ürəkdə fərqli tələffüz olunur. 2 deyil, 3'dür bu da. 1, 3. İkisi həm hal, həm mənsubiyyət şəkilçisi qəbul etmişdir. Suları, sularından, yollarından düzdür. İsimlər həm baş, həm də ikinci dərəcəli üzv vəzifəsindədir və bu düzgün fikirdir. Demək, cavabımız olacaq nə? 1 ilə 3. Səhv fikirlər istəyir. Hansı cümlələrdə mürəkkəb vasitəsiz tamamlıq işlənibdir? O əlindəki yükü yerə atdı və kuzənin qulpundan tutdu. Nəyi? Yükü hansı əlindəki? Burada bizdən mürəkkəb tamamlıq istəyir. Mürəkkəb vasitəsiz. Bu vasitəsiz tamamlıq istəyirsə, biz orada nə axtarmalıyıq? Təsirli şərt. Və mürəkkəb istəyirsə cümlə üzvü olmalıdır. Uşaqlar yaxınlıqdakı dağdan çoban yastığının çiçəyini, demək bu mürəkkəbdir. Nəyi? Birlikdə gedəcək və tamamlıqdır. Mürəkkəb tamamlıqdır. Çünki söz birləşməsi ilə ifadə olunub, burada da təsirli halı var. 2. Tikintidə işləyənlər Sənubəri də, İlxanı da. Burada isə tamamlıq var, vasitəsiz tamamlıq, amma sadədir. Avazlı səslə oxunan bir mahnı otağa olaraq gecənin sükutunu pozmuyor. Gecənin sükutunu, burada da təsirli hal var. Gecənin sükutu birlikdə tamamlıq, mürəkkəb tamamlıqda 2, 4. Onun dediyi sözlər insanın beyninə, baxışları isə ürəyinə sancılırdı və bizdən də vasitəsiz tamamlıq istədiyinə görə burada vasitəli tamamlıq yönlü şal var. Ona görə 2 ilə 4'ü götürəcəyik. Düzgün cavabımız B variantıdır. Hansı cümlələrdə fe'li sifət vasitəsiz tamamlıq vəzifəsindədir? Baxaq. Böyük Füzulini tədqiq edənləri xatırlayıram. Biri götürməyəcək niyə? Kimi? Böyük Füzulini tədqiq edənləri. Fe'li sifət edən, amma tərkibdir. Bizə fe'li sifət istəyir. Burada tərkib tamamlıq vəzifəsindədir. Ona görə birləri silirəm. Danışanları susturmaq olmaz. Kimi? 2'ni götürəcəm. Təhsildə fərqlənənlərə mükafat verildi. Kimə? Təhsildə fərqlənənlərə. Oxuduqlarımı, yazdıqlarımı unutmaram. Nəyi? Düzgün cavabımız 2, 4'dür. Burada da tərkibdir. Ona görə biz götürəcəyik 2 və 4'dür. Düzgün cavabımız B variantıdır. Bu qədər yoldaşlar.